müəllimlər, bugünkü dərsimiz omonimlər mövzusundan başlayırıq. Artısını. Deməli, omonimlər. Gəlin bu günləri omonimlər haqqında izah edək. Bu mövzu haqqında öyrənək. Omonimlər. Omonimlər nə deməkdir? Omonimlər mənaca bir-birindən tamamilə fərqli mənalı sözlərdir. Yəni, bunların yazılışları eynidir. Deyilişləri eynidir. Vurğusu eynidir. Başlanğıc forması eynidir. Amma mənaları tamamilə fərqlənir. Deməli, yazılışı eyni olur. Deyilişi eyni olur. Yazılışı, deyilişi, vurğusu eyni vurğu olur. Eyni hecaya düşür vurğuları. Vurğusu eyni olmalıdır. Başlanğıc forma eyni olmalıdır. Bunlar hamısı eyni olmalıdır söz üçün. Amma yalnız mənaları, leksik mənaları fərqli olmalıdır. Qısa olaraq belə də deyə bilərik. Tələffüz nə idi? Tərifdə belə də deyə bilərik. Yazılışı və deyilişi eyni, leksik mənaları fərqli olunan sözlərə deyilir omonimlər. Amma yalnız orada yazılış və deyiliş götürülmür. Eyni zamanda vurğusu da eyni olmalıdır, başlanğıc forması da, deyilişi də, yazılışı da. Bunlar hamısı eyni və leksik mənaları tamamilə fərqli olan sözlərə deyirlər nə? Omonimlər deyirlər. Omonimlər çoxmənalı sözlərə omonimləri çox zaman qarışdırırlar. Biz keçən dərs çoxmənalı sözləri keçmişdik. Çoxmənalı sözləri dedik ki, məna yaxınlığı var. Amma belə deyək də, bir neçə leksik mənası olur. Sadəcə bunlarda biraz məna yaxınlığı olur. Özsə çoxmənalı sözlərdə birinci məna həqiqi mənadır, digərləri törəmə məna, həqiqi mənanın məcazlaşması yolu ilə yaranan. Yəni, əgər söz məcazi mənada da işlədə biliriksə, bir neçə mənada işlədə biliriksə, biz həmin sözə deyirdik çoxmənalı söz. Amma omonimlərdə tamamilə fərqlidir. Bunlarda deyiliş, yazılış, başlanğıc forma, vurğu eyni olur, leksik mənaları tamamilə fərqli olur. Çoxmənalı sözlər eyni leksik vahidlərdir, amma omonimlər ayrı-ayrı leksik vahidlərdir. Bunlarda mənalar tamamilə fərqli olmalıdır. Məsəl üçün, mən baxın, deyə bilərəm ki, tutalım ki, ləpə sözünü, bir var su dalğası ləpə, bir də var ki, qoz ləpəsi, fındıq ləpəsi. Bax, görürsünüz, mənaları nə qədər bir-birindən ayrıdır. Və yaxud da üzmək sözü, tutalım ki, bir var insanın üzü, üz sözünü deyək də, üzmək deməyək. Bir var insanın üzü, bir də var gedib dənizdə üzmək, çayda üzmək. Görürsünüz, mənalar tamamilə bir-birindən nə qədər fərqlidir. Deyiliş, yazılış, hamısında eynidir omonimlərdə. Amma mənalar tamamilə fərqlidir. Belə sözlərə deyilir omonimlər. Yəni, tamamilə bir-birindən mənalarına görə fərqlənən sözlər olur omonimlər. Omonimlər yalnız həqiqi mənada işlənir. Omonimlərin xüsusiyyətlərini qeyd edək. Omonimlərdə məcazi mənada, çoxmənalı sözlərdə məcazi mənada işlətmək var. Yəni, söz məcazi mənada da işlənilirsə, bu həm də hesab olunurdu. Həqiqi məna ilə yanaşı, məcazi mənada da işlədib bir neçə leksik məna bildirirdisə, biz buna deyirdik ki, çoxmənalı sözlər. Amma omonimlərdə yalnız necə işlənməlidir? Həqiqi mənada olmalıdır. Yəni, çoxmənalı sözlərdən fərqli olaraq omonimlər yalnız həqiqi mənada olmalıdır. Xüsusiyyətlərdən biri həqiqidir.
Deməli, yalnız omonimlər həqiqi mənada olmalıdır. Bu bir xüsusiyyət. Omonimlərin ikinci bir xüsusiyyəti, bax, çox mənalı sözlər biz keçəndə dedik ki, yalnız eyni hissəyə aid olur. Amma omonimlərdə söz həm eyni hissəyə də aid ola bilər, həm eyni hissəyə də aid ola bilər, həm də sözlər fərqli hissələrə də, fərqli olaraq da həm eyni, həm də ayrı hissəyə də aid ola bilər. Həm eyni, həm də fərqli hissəyə ayrı da yazaq. Deməli, çox mənalı sözlərlə biz müqayisə etdikdə, baxın, çox mənalı sözlər yalnız deməyək, həm həqiqi, həm məcazi mənada işlənilir, omonimlər yalnız həqiqi mənada olmalıdır. Çox mənalı sözlər, deməli, keçən dərs keçdik, bildik ki, yalnız eyni hissəyə aid olmalıdır, omonimlərdə belə bir şey yoxdur. Həm eyni, həm ayrı hissələrə aid ola bilər çox omonim sözlərdə. Bir də onu yadınızda saxlayın. Çox mənalı sözlərdə məna yaxınlığı var. Uzaqdan da olsa məna yaxınlığı var. Amma omonimlərdə məna yaxınlığı yoxdur. Ona görə çox mənalı sözlər, eyni leksik vahidlər, belə deyək də, eyni leksik vahid sayılır, amma omonimlər ayrı leksik vahidlər sayılır. Yəni, burada mənalar tamamilə fərqli olduğuna görə ayrı leksik vahidlər hesab olunur. Omonimlər, yəni sözləri əgər biz onların həqiqi mənada müxtəlif məna fərqli olmaqla, müxtəlif mənalarda həmin sözü, eyni sözü biz onu işlədə biliriksə, həmin sözü biz omonim kimi götürə bilərik. Omonim söz kimi götürmək olar. Amma elə sözlər var ki, onlar omonim olmaq xüsusiyyəti olmayan sözlər var. Həmin sözlərdən də deyək, o hansı sözlər? Yəni, elə sözlər var ki, həmin sözləri biz omonim kimi götürə bilmərik. Bax, omonim kimi götürə bilmərik. Bu sözləri yaxşı bilin ki, testlərdə qarşınıza gələndə, əgər qarşınıza gəlsə, onu omonim ki hesab etmirsiniz həmin sözlər. Həmin sözlər hansı sözlərdir? Məsəl üçün, bir də bayaq biz üz sözünü omonim kimi işlətdik, ləpə sözünü omonim kimi işlətdik. Məsəl üçün, bax, bir dənə nümunə də göstər. Məsəl üçün, don sözü. Baxın, don sözü özü də omonim sözdür. Necə işlətmək olar? Don sözü. Don sözü ayrı hissəyə aid olan omonim sözdür. Məsəl üçün, don. Bir var, don paltar. Paltar don. Paltar mənasında olanda olur isim. İsim mənasında. Bir də var ki, donmaq. Fiil mənasında donmaq. Bu da olur fiil kimi. Deməli, bunu nəyə misal gətirdim? Biz dedik ki, omonimlər yalnız həmişə eyni hissəyə yox, həm eyni, həm də ayrı hissəyə aid ola bilər. Məsəl üçün, don paltar mənasında işləndikdə, qadınlara məxsus geyim növüdür. Bu mənada işləndikdə, burada olacaq nə? İsim hissəsi olacaq. Amma donmaq, soyuqdan donmaq mənasında işləndikdə, burada olacaq nə? Fiil mənasını, fiil hissəsinə aid olacaq. Burada artıq gördünüzmü, omonimlərin ayrı hissəyə aid olmasına aid bir nümunə oldu. Bayaq, indi keçək digər hissəyə. Deməli, bayaqlarım qeyd elədim, elə sözlər var ki, biz onları omonim götürə bilmərik. Bax, bu sözləri yaxşı bilməlisiniz ki, hansı sözlər omonim kimi götürə bilməz. Bax, xüsusi və ümumi isimlər omonim götür kimi, əgər sözü həm xüsusi, həm ümumi olaraq işlədirsinizsə, həmin sözlər omonim kimi götürülmür. Bax, birinci olaraq qeyd edər. Ümumi və xüsusi isimlər. Ümumi və xüsusi isimlər. Məsəl üçün, mən bura Yasəmən, gül adı olaraq Yasəməni qeyd etsəm, burada olacaq ümumi isim kimi. Ümumi isim kimi, gül kimi yazın. Bura dal. Gül mənasında, bitki mənasında Yasəmən. Ümumi isim kimi olacaq. Bir də var ki, insanın adı Yasəmən.
Görün, bu ümumi isim kimi kiçik hərflə getdim. İnsanın adı, ad, xüsusi ad olaraq o qeyd etdikdə, burada isə xüsusi isim kimi olacaq. Ad mənasında, ad. Bax, həm ümumi, həm xüsusi kimi işlənirsə isim olaraq, deməli, Yasəmən sözünü biz amonim kimi götürə bilmərik. Məsəl üçün, alim. Alim sözü elm sahibi olaraq ümumi isim kimi və yaxud da alim xüsusi ad kimi, insan adı kimi götürdükdə elm sahibi. Belə götürdükdə müəllimlər, yadınızda saxlayın. Həm söz ümumi isim kimi, həm xüsusi isim kimi işlətdikdə işlənməsi mümkün olan sözləri biz amonim kimi götürmürük. Yəni bu sözlər omonim sözlər hesab olunmur. Bu belə. İkinci, buranı silək. İkinci, elə sözlər var ki, tələffüz qaydasına görə səsləndirən zaman adama elə gəlir ki, ikisi də eyni cür səslənir. Amma yazılışda bir hərfə görə fərqlənir. Belə sözlərdə amonim hesab olunmur. Deməli, hansı sözlərdə? Onların öz adları var. Paronim. Belə sözlər paronimlər adlanırlar. Paronimlər. Paronim sözləri, müəllimlər, bir hərfə görə fərqlənir. Paronim sözlərdə necə olur? Yəni, bunlar da amonim sözlər kimi götürülmür. Məsəl üçün, mən yazıram bura xeyr. Bax, xeyr yazıram. Bir də yazıram ki, xeyir. Bax, səslənəndə insana elə gəlir ki, ikisi də eynidir. Xeyir, xeyir. Amma indi bunlarda fərq var. Birində yazılışda i var, birinin yazılışında i yoxdur. Amma bunların bu fərqinə görə də mənaları fərqlidir. Məsəl üçün, xeyr burada yox deməkdir. Yox mənasında işlənir. Burada xeyr i olduqda, yəni xeyr, kiminsə xeyri, faydası, qazancı bu mənasında, fayda mənasında işlənir. Böyle sözlər adlanır paronimlər və bu cür sözləri biz amonim götürə bilmərik. Məsəl üçün, bunları digər misallarda göstərə bilərik. Məsəl üçün, mətin. Mətin hekayənin, mətnin bir hissəsi, yazılan bir yazının bir hissəsi deyək də, mətin, hekayənin bir hissəsi, mətinin bir hissəsini göstərmək olar. Bir də var mətin, i ilə olan. Mətin. Mətin burada isə iradəli, dözümlü, iradəli mənasında işlənir. Bax, bunlar da paronimlər hesab olunur. İkisi də səslənəndə insana elə gəlir ki, ikisi də mətin kimi səslənir. Amma birində yazılışda i var, bir hərfə görə, yazışı zamanı bir hərfə görə, səslənməsinə görə eyni gəlir. Amma yazışında bir hərfə görə fərqlənən sözlər adlanır paronimlər. Bu sözlərdə amonim kimi götürülmür, paronimlər hesab olunur. Sonra bunlara aid edə bilərik. Qəlb, məsəl üçün. Bir var qəlb, bir də var qəlb. Bax, bunlar da paronim hesab olunur. Bir var süfrə, bir var sülfə. Bir var sənət, d ilə olur. Məsəl üçün, bura hara yazaq? Sənət. Bir də var ki, sənət t ilə olur. Bax, bunlar, biri var atlas, biri var atlas. Birində z-dır, birində s-dır. Bax, bu cür sözlər hərfə görə, yəni yazılışda bir hərfə görə fərqli yazılan sözlər, amma səslənməsinə görə eyni səslənən, eyniləşən sözlər, bu sözlər adlanır paronimlər. Məhz bu sözlərdə amonim sözlər hesab olunmur. Üçüncü amonim hesab olunmur. Hansı sözlər?
o sözlərdir ki, onlarda vurğusuna görə, eyni cür yazılır, amma vurğusuna görə fərqlənir. Eyni cür yazılır, vurğusuna görə fərqlənir. Deməli, vurğusuna görə fərqlənən sözlərdə amonim hesab olunmur. Bayaq biz amonimlərin tərifində qeyd etdik. Vurğu da eyni olmalıdır. Əgər vurğu fərqlidirsə, fərqli eyni sözdə fərqli, yazılışları eynidir, amma vurğuları fərqlidirsə, yadınızda saxlayın ki, həmin sözlərdə amonim söz hesab olunmur. Bu sözlər vurğusuna görə mənası dəyişən sözlər eyni cür yazılır, amma vurğusuna görə məna dəyişilir. Bu cür sözlər homoqraf adlanır. İndi gəlin həmin sözlərə məsəl üçün qeyd edək. Bir var, alma. Nəysə alma. Alma. Birinci hecaya düşür. Alma. Burada feil olur. Bir də var ki, alma. Və alma. Burada isim olur. Burada isim olur. Bax, bu sözlər homoqraf adlanır. Homoqraf sözlər adlanır. İndi bunları məsəl üçün əkin. Əkin. Birinci heca, ilk hecaya düşəndə fiil olur. Bir də var əkin. Əkin sahəsi mənasında. Bax, burada alma nəysə, məsəl üçün, almamaq mənasında tutalım ki, topu alma, nə bilim, bazarda nəysə alma, burada olur feilmə. Bir də alma, bazarda satılan alma, ağacdakı alma, yeyilən alma, burada isim mənasında. Bir var əkin, nəysə, ərazi, məsəl üçün, tarlanda olan həmin ərazini əkin, yəni nəysə əkin, toxumu əkin, belə deyək də. Bir də var əkin, əkin ərazisi. Burada olduqda həmişə sonuna yaxın vurğu düşən zaman olur isim. Amma əvvəldə olduqda, birinci hecaya, əvvəli hecaya düşdükdə olur feil. Sonra səpin, səpin. Bunlar bu cür sözlər adlanır. Vurğusuna görə mənası dəyişir. Vurğusuna görə fərqlənən sözlərdir. Bu cür sözlərdə amonim sözlər hesab olunmur, adlanır. Bu sözlər homoqraf adlanır. Burada yazar, homoqraf adlanır. Bax, bu sözlər homoqraf sözləri adlanır. Vurğusuna görə fərqlənən sözlər hesab olunur. Bunlar da deməli amonim hesab olunmayan sözlər sırasına daxildir. Sonra amonim hesab olunmayan sözlər sırasına daxildir kökləri fərqli olan sözlər. Köklərinə görə. Yazılışları eynidir. Yazılışları eynidir, yazılışları və tələffüzü. Hər ikisi eynidir, lakin kökləri müxtəlifdir. Dördüncü, yazılışları eynidir, tələffüzü eynidir, amma köklərinə görə müxtəlif olan sözlərdir. Bu sözlərdə amonim sözlər hesab olunmur, bu sözlər homoform adlanır. Bax, buraya yazaq. Homoform sözləri adlanır. İndi homoform sözlər necə sözlərdir? Məsəl üçün, bax, bir dənə tutalım ki, əsir sözünü yazıram. 2 dənə yazacaq. Bir dənə də əsir sözünü yazıram. Bax, əsir. Tutalım ki, mən birinci əsri bu cür cümlədə işlədirəm. Deyirəm, külək güclü əsir. Güclü külək əsir. Güclü külək əsir, əsmək mənasında. Əgər əsmək mənasında işlənirsə, deməli, buradakı indiki zaman şəkilsi olur. Burada əsmək, əs də kök olur. Görürsünüz, kökləri fərqli olur. Yəni, burada özlü söz də olur, feil. Feil olur. Əsməkdən əsir yaranıb. Oradakı indiki zaman şəkilsidir.
Amma bir də var ki, əsir. Tutalım ki, əskər, əsir düşdü. Əsir düşmək. Əsir. Buradakı əsir sözü bütöv kökdür. Əsir. Burada isim olur. Əsir düşdü. Əsir. Deməli, müəllimlər, birinci əsir sözündə kök əsməkdən, məsəl üçün külək əsdi. Bu mənasında feil olur. Əsməkdən əsir indiki zamanda olan ir şəkilsidir və burada əsmək feil olduğuna görə bax qabağında da qeyd etmişəm. Amma ikincisi isə əsir sözü, əsir düşmək. Əsir sözü bütövlükdə kökdür və isimdir. Gördünüz? Bax bu cür sözlər də məhz homonim hesab olunmur, amma form hesab olunur. Məsəl üçün bax buna daşı sözünü yazaq. Daşı, yükü daşı. Daşmaqdan daşı. Deyir o yükü daşı. Zəmbili daşı harasa tutalım. Nə et daşı? Burada olur feil. Daşmaqdan, kök daşmaqdan daşı. Kökü olur daşmaq feili, daş sözü. Burada belə deyim də, daşmaq. Burada daş sözü deyil. Daş isim mənasında. Bir də var ki, bu daşı o yana at tutalım ki. Daşı. Burada kök tam gözünü daşımaq. Burada daşımaqdır kök. Tutalım. Burada isə daşmaqdan. Məsəl üçün daşı, onu da qeyd edək. Burada isim. Burada daşmaq feilindən əmələ gəlib, daşmaq mənasında hamısı bir yerdə götürülür. İkincidə isə daşı. Bu daşı tutalım ki, yerdəki daşı. O yana at. Daşı, yerdəki daşı, belə deyim, daş mənasında işlənir də. Belə deyim, buradakı kök daşdır. Burada təsirlik hal şəkilsizdir. Deməli, görürsünüz, köklər fərqlənir. Köklər fərqlənir. Burada da köklər fərqlənir. Bu cür köklərə görə fərqlənən sözlər, homonim sözlər götürülmür, amma form olaraq götürüləcək. Burada yük daşımaqdan söhbət gedir. Burada isə bərk daşlar olur. Yerdəki daşlar, asfaltın üzərindəki daşlar, küçədəki daşlar, belə deyim də, o daşdan söhbət gedir. Daşı məsəl üçün o yana at, o daşdan söhbət gedir. Birində kökü daş, digərində daşı daşımaq feilinə aiddir. Deməli, bu cür sözlər də adlanır nə? Amoform sözlər, homonim sözlər hesab olunmur. Xüsusi isimlər, homonim sözlər hesab olunmur. Məsəl üçün, Araz. Bir var çay adı, bir də var Araz insan adı. Yəni, bu sözlər də homonim sözlər hesab olunmur. Amma elə sözlər var ki, müəllimlər, elə sözlər var ki, o sözlər həm homonim, həm də çox mənalı söz kimi işlənilir. Çox ifadə olunan həm homonim, həm çox mənalı söz kimi işlənən sözləri yazın, onları əzbərləyin, əzbərdən saxlayın. Çünki qarşınıza gələndə tez götürə biləsiniz. Belə deyim də, siz onu əzbər bilsəz, belə deyim də, daha testdə daha tez tapa bilərsiniz, daha tez müəyyənləşdirə bilərsiniz. Həm çox mənalı, həm də homonim kimi ən çox işlənən sözlər hansılardır? Baxın, al sözüdür. Sonra at sözüdür, ağrı sözüdür, boğaz sözüdür, dolu sözüdür, inci sözüdür, quru sözüdür, sonra düz sözüdür, qaş sözüdür. Həm çox mənalı, həm homonim kimi ən çox işlənən sözlər tut sözüdür, kök sözüdür, say sözüdür, yol sözüdür, yay sözüdür, yar sözüdür, sonra üz sözüdür,
Əgər siz omonim kimi məsəl üçün feil olduğunu tapmaq istəyirsinizsə, bunun ən asan yolu həmin sözün sonuna matmək şəkilsini əlavə edin. Əgər işlənilirsə, deməli onun bir mənası feil kimi də işlətmək mümkündür. Məsəl üçün, yay sözü yaymaq. Maq şəkilsini əlavə edirsiniz, olur yaymaq. Üz, üzmək. Yəni bu cürdə feilini belə deyim də, matmək şəkilsini əlavə etsəz, onu digər bir mənasını da tapmış olursunuz. Sonra aş sözüdür. Bunları deməli ən çox belə deyək də, həm çox mənalı söz kimi, həm də omonim kimi işlənən sözlərdir. Tez-tez də qarşınıza gələ bilər. Bu sözləri bilsəz daha yaxşı olar müəllimlər. Bu oldu amonimlərə aid hissə. Yəni amonimlər necə olanda götürülmür. Əsas burada amonim kimi işlənən sözləri tapmaq üçün biraz işlətmək, yəni cümlədə işlətmək, fərqli mənaları tapmaq sizə əsasdır, lazımdır, vacibdir. Əgər siz fərqli mənalarda tamamilə bir-biri ilə belə deyim də, əlaqəsi olmayan digər bir mənalarda işlədə bilirsinizsə, deməli həmin sözlər amonim sözlər hesab olunur. Amma onu da deyim ki, məsəl üçün biz uzun tələffüzə görə fərqlənən sözlər, uzun tələffüzə görə mənası dəyişilən sözlər qeyd etmişdik ki, əvvəlki dərslərimizdə, məsəl üçün onlar hansı sözlər idi? Nərə sözü idi. Nərə sözü idi, sonra əyyan sözü idi, sonra bəzən sözü idi, dava sözü idi. Bax, bunlar da omonim sözlər hesab olunmur. Niyə? Çünki biz deyirik ki, yazılışı və tələffüzü eyni olan sözlər. Amma bunlar iki cür tələffüz olunur. Bunlar necə cür? İki cür tələffüz olunur. Bir, uzun tələffüz olunan forma. Bir də uzun tələffüz olunmayan forma. Məsəl üçün, nərə. Nərə uzun tələffüz olunmayanda balıq hesab olunur. Nərə balığı mənasını verir. Amma nərə sözü uzun nərə şəklində deyirsə, qışqırmaq, nərildəmək, qışqırmaq mənasındadır. Bax, burada artıq məna fərqliyi yarandı mı? Bu cür sözləri də yadınızda saxlayın. Omonim sözlər hesab olunmur. Bunlar da omonim kimi götürə bilməzsiniz. Bax, bəzən, məsəl üçün, biri var bəzənmək mənasında, uzun tələffüz olunmayan bəzənmək mənasında. Bir də var ki, bəzən, hərdən, arabir, bəzən, uzananda tamamilə mənalar bir-birindən fərqləndir. Deməli, burada tələffüzə görə nə oldu? Yazılış eynidir, tələffüzü fərqli olan sözlərdir. Ona görə bunları da biz omonim sözlər hesab edə bilmərik. Bax, bunları da bilin, bu sözlər də omonim sözlər hesab olunmur. İndi keçək müəllimlər sinonim sözləri. Sinonim sözlər, yaxın mənalı sözlər. Yəni bunlarda məna yaxınlığı olan, yaxın mənalı sözlərdir. Yazılışları və deyilişləri, yazılışları müxtəlif, deyilişi müxtəlif olur, lakin eyni və yaxın mənaları bildirən sözlər sinonimlər adlanır. Yazılışları və deyilişləri müxtəlif olan, lakin eyni və yaxın mənaları bildirən sözlər sinonim sözlər hesab olunur. Sinonim sözlər omonim sözlərdən fərqli olaraq yadınızda saxlayın. Sinonimlər eyni hissəyə aid olur. Bax, bir xüsusiyyəti deyim. Eyni hissə. Eyni hissəyə aid olur bu sözlər. Niyə? Çünki sizə bəzən də mənaları sinonim kimi görünə bilən sözlər verildikdə, əgər onların hissələri eyni deyilsə, eyni hissələr deyilsə, onda siz onları sinonim sözlər kimi götürə bilməzsiniz. Məsəl üçün, mən şəkərlə, baxın,
Şirini sinonim şirini sinonim kimi götürə bilmərəm. Bəzən adama elə gəlir ki, verilən variantlarda adama elə gəlir ki, bunlar sinonimdir. Amma siz onların nitq hissələrinə də baxın. Əgər onlar fərqli nitq hissələrdirsə, onlar heç vaxt sinonim hesab edilmir. Məsəl üçün, baxın, şəkər. Nə şəkər? Bu isimdir. Amma şirin, necə şirin? Bu sifətdir. Axı biz qaydada nə deyirik? Eyni nisbəyə aid olur. Biri isimdir, biri sifətdir. Deməli, şəkərlə şirin, mənaca ikisi də şirin, şəkər eyni mənaya, yaxın mənalığı bildirir. Amma eyni nisbə olmadığına görə belə sözləri biz sinonim hesab etmirik. Yəni, bunları sinonim götürə bilmərik. Məsəl üçün, kal yetişməmiş, çiğ bişməmiş. Bunlar məsəl üçün kal yetişməmiş, kal sifətli yetişməmiş fe'li sifətdir. Bunları yəni burada artıq fikir verirsiniz. Hər ikisi eyni nisbədirsə və məna yaxınlığı varsa, biz onu götürə bilərik sinonim kimi. Amma fərqli nisbədirsə, burada sinonimlikdən söhbət gedə bilməz. Yəni sinonim hesab edilmir bu zaman. Sonra sinonimlər fikri daha dəqiq ifadə etmək üçün istifadə olunur. Sinonimlər yetərsiz təkrarların qarşısını alır. Daha çox fikri daha dəqiq ifadə etməkdə əsas rol oynayır. Bir də yetərsiz təkrarların qarşısını alır. Sinonimlər daha çox özündə isimlər olur, sifətlər olur, feillər. İsim, sifət, feillərdə daha çox özünü göstərir sinonimlərdə. Bir də sinonimlərdə yadınızda saxlayın, eyni köklü sözlər sinonim ola bilməz. Bəzən deyirik, eyni köklü sözlər sinonim şəkilçiləri vasitəsilə əmələ gəlir. Amma biz burada əsas sinonim şəkilçiləri vasitəsilə əmələ gəlməsi fikri yox, eyni kökün olması fikri əsas götürülür. Sinonimlər, eyni köklü sözlər sinonim hesab olunmur. İkinci, eyni köklü sözlər. Eyni köklü sözlər. Məsəl üçün, bivəfa, vəfasız. Burada baxın, əslində bi ilə siz bu sinonim şəkilçilərin özləridir. Yəni, şəkilçiyə görə deyil. Burada eyni kökdür. Vəfa, vəfa. Hər ikisi eyni kök. Buna görə sinonim hesab olunmur. Eyni köklü sözlər. Sonra bisavad, savadsız. Burada da yəni eyni köklü söz olduğuna görə eyni köklü sözlər sinonim hesab olunmur. Sinonim belə deyək. Eyni nisbəyə aid olur sinonim sözlərdə, siz ona baxacaqsınız. Eyni köklü sözlər sinonim götürə bilməzsiniz. Sonra sinonimlər fikri daha dəqiq ifadə etməkdə mühüm rol oynayır. Yetərsiz təkrarların qarşısını alır sinonimlər. Sonra bir də sinonimlər özləri iki yerə bölünür. Nisbi sinonimlər var, özləri iki yerə bölünür. Nisbi sinonimlər var, bir də mütləq sinonimlər var. Mütləq, bir də nisbi. Mütləq sinonim nədir? Nisbi sinonim nədir? Mütləq sinonim o deməkdir ki, bu sinonimlər həmişə bir-birini əvəz edə bilir. Mütləq sinonimlər həmişə bir-birini əvəz edə bilir. Amma nisbi sinonimlər o deməkdir ki, həmişə bir-birini əvəz etmir. Mütləq sinonimlərə, məsələn, insan, adam həmişə bir-birini əvəz edə bilər. Qoca, yaşlı həmişə bir-birini əvəz edə bilər. Sonra bunlar mütləq sinonimlər hesab olunur. Nisbi sinonimlərdə bəzən bu bir-birini belə deyək, əvəz etməyən məqamları olur. Yəni nisbidə, yəni nisbi sözündən özünə fikir verir. Yəni həmişə yox.
Bəzən elə məqamlar ola bilər, elə cümlələr ola bilər ki, bir-birini əvəz etməsin. Ona görə sinonimlər iki yerə ayrılır. Nisbi və mütləq sinonimlər. Bu sinonimlər haqqındadır. Sinonimlərdə yenə deyirəm, həmişə daha çox siz onun eyni nisbəyə aid olmasına və yaxud da müxtəlif nisbəyə aid olmasına buna fikir verəcəksiniz. Bəzən çaşdırıcı olaraq məna yaxınlığı verilir, amma fərqli nisbələrə aid olunur. Ona görə biz onu sinonim kimi götürə bilmərik. Biz buna əsas fikir verməliyik sinonim sözlərində. Sinonim sözlərində bayaq da dedik, yazılış, deyiliş müxtəlif olur. Əsas məyan məna yaxınlığı olmasıdır, eyni mənanı bildirməsidir. Bax, məsəl üçün, müharibə tutan dava, məna yaxınlığı var, yüksək, hündür, məna yaxınlığı var. Bu cür sözlər sinonim hesab olunur. Eyni köklü sözlər yenə deyim, burada da göstərmişik. Sinonim sözlər hesab olunmur. Kökləri eyni olduqda. Bəzən bunun şəkilçi ilə əlaqələndirirlər. Bax, buradakı şəkilçi ilə bir şəkilçi, bir də siz. Əlaqələndirməsi tamamilə yanlışdır. Bu şəkilçi ilə əlaqələndirməsi tamamilə yanlışdır. Yəni, sinonim şəkilçilərin işlənməsi ilə əlaqədar olaraq. Bu, yanlış bir nüansdır. Burada əsas eyni kökün olmasıdır. Burada əsas eyni kökün olmasıdır sinonimlərdə. Bunlar oldu sinonimlər. İndi keçək antonimlərə. Bir də sinonimlərdən nəyi qeyd etmədim? Sinonimlər özləri qrammatik və leksik sinonimlər olur. Qrammatik sinonimlər nədir? Leksik sinonimlər nədir? Qrammatik sinonimlər odur ki, məna tayları, köməkçi nitqsələr və yaxud da şəkilçilər arasında ola bilər. Amma əsas nitqsələr arasında yarananlar leksik sinonimlərdir. Yaxın, yəni leksik mənalarına görə əsas nitqsələri, məna tayları, əsas nitqsələr olduqda bu leksik sinonimlər hesab olunur. Qrammatik sinonimlər isə məna tayları, köməkçi nitqsələr olduqda, köməkçi nitqsələr, məsəl üçün, kimi, qədər, tək qoşması. Baxın, bu qrammatik sinonimliyə aid nümunədir. Məsəl üçün, yazıram kimi, qədər, düz yazmadım. Kimi, qədər, kimi, qədər, tək. Qrammatik sinonimliyə nümunədir. Yəni, köməkçi nitqsə, məna tayları köməkçi nitqsələr olan zaman, bu zaman olur nə? Qrammatik sinonimlik. Bir də qrammatik sinonimlik olur şəkilçilər arasında. Şəkilçilər, məsəl üçün, ba şəkilçisi ilə, tutalım ki, ba şəkilçisi ilə l şəkilçisi arasında 4 cür yazılan şəkilçidə xət qoya bilir. Ba şəkilçisi ilə, bağın bu hissəsinə, çünki ba başlanğıc şəkilçisidir. Başlanğıc deyəndə sözün əvvəlinə başına əlavə olunan şəkilçidir. L şəkilçisi arasında, bax, şəkilçilər arasında yaranan sinonim, şəkilçilər arasında, bir də köməkçi nitqsələr arasında olduqda bunlar qrammatik sinonimlik olur. Əsas nitqsələr, məna tayları əsas nitqsələr olduqda, məsəl üçün, qoca, yaşlı. Qoca, yaşlı. Bu olacaq nə? Leksik sinonimliyə aiddir, leksik sinonimlərə aiddir. Deməli, məna tayları, bir də deyirəm, əsas nitqsələr olduqda bu leksik sinonimlərdir. Məna tayları, deməli, köməkçi nitqsi olduqda, bir də şəkilçilər arasında olduqda bu qrammatik sinonimlərə aid olacaq.
Bax, bunlar belə. Yəni, leksik və qrammatik sinonimlər nədirsə, bunu da bilin. Yəni, birdən qabağınıza gəlsə və yaxud da rastlaşsaz, yəni çaşıb qalmayın. Leksik sinonimlik o deməkdir ki, o sinonim olan sözlər, yəni əsas hissələr arasındadırsa, bu leksik sinonimliklərdir. Şəkilçilər arasındadırsa, bu qrammatik sinonimlərdir. Köməkçi hissələr arasındadırsa, bu da qrammatik sinonimlərə aiddir. İndi keçdik antonimlərə. Antonimlər deməli, mənaca bir-birinin əksi olan sözlərdir. Mənaca bir-birinin əksi. Deməli, burada əsas məqam əksi. Mənaca bir-birinin əksi olan sözlər antonimlər adlanır. Məsəl üçün, ağ, qara. Səhər, axşam. Tamamilə bir-birinin əksi olur antonimlər. Hündür, alçaq, sonra nağd, nisyə, sonra hansını deyək, dərə, təpə. Bunlar antonim hesab olunur. Antonimlərdə, yenə deyirəm, mənaca bir-birinə əks olur. Bir-birinin əksi olur. Antonimlərdə hansı sözlər antonim kimi götürə bilməzsiniz? Bunların da yadınızda saxlayın. İnkarda işlənən fiilləri antonim kimi götürə bilməzsiniz. Bax, inkarda olan fiillər. İnkarda olan fiillər antonim hesab olunmur. Məsəl üçün, inkarda olan fiillərə getmək, getməmək. Oxumaq, oxumamaq. Bunlar deməli antonim sözlər hesab olunmur. Antonim sözlər hesab olunmur. Deməli, hansı sözlər oldu? Bir də deyək. İnkarda olan fiillər. İnkarda olan fiillər antonim hesab olunmur. Sonraki kökü eyni olan antonimlər sayılmır. Kökü eyni olan dadlı, dadsız. Bax, onları da qeyd edək. Kökü eyni olanlar. Bayaq sinonimlərdə də var idi. Eyni köklü sözlər sinonim hesab olunmurdu. Elə antonimlərdə də var. Eyni köklü sözlər, kökü eyni olanlar ikinci. Bunlarda antonim hesab olunmur. Məsəl üçün, dadlı, dadsız. Eyni köklü sözlər. Ağıllı, ağılsız. Bu sözlərdə eyni kökləri eyni olan sözlərdə antonim hesab olunmur. Burada dadlı kökü, burada da dad, ağıl hər ikisində eyni köklü sözlərdir. Bunlarda antonim sözlər hesab olunmur. Antonim sözlərdə yalnız və yalnız eyni hissəyə aid olmalıdır. Əgər siz
Yenə deyirəm, variantda antonim sözləri tapılan zaman yalnız onun əks məna ilə yanaşı, siz həmin əks mənanı ifadə edən mənaları baxın, görün, hər ikisi də eyni hissəyə aiddirmi? Əgər eyni hissəyə aiddirsə, biz onu artıq tamamilə sinonimlərdə də var bu, antonimlərdə də var. Hər iki məna tayı eyni hissəyə aid olmalıdır. Antonimlərdə də sinonimlərdəki kimi həmişə eyni hissəyə aid olur. Deməli, üçüncü xüsusiyyət eyni hissəyə aid olunmasıdır. Deməli, antonimlərdə mütləq eyni hissəyə aid olmalıdır. Antonimlərdə bir onu qeyd edim ki, antonimlərdə də sinonimlərdə olduğu kimi bunlarda da qrammatik antonimlik var, bir də leksik antonimlik var. Yenə qeyd edim. Leksik antonimlik olanda əsas hissələr arasında olan antonimlik leksik antonimlik hesab olunur. Qrammatik antonimlik olanda isə bu isə şəkilçilər arasında olduqda köməkçi nitq hissələri ilə şəkilçilər arasında olduqda bu olacaq qrammatik antonimlik. Bu homonimlərdə də var. Yəni leksik və qrammatik həm antonimlərdə var, həm amonimlərdə var, həm də sinonimlərdə. Bunların üçündə də var. Leksik və hamısında yadınızda saxlayın. Əsas nitq hissələri ilə ifadə olunduqda bu olacaq leksik, köməkçi hissələri ilə və şəkilçilər arasında olduqda bu olacaq qrammatik, antonimlikdən söhbət gedirsə qrammatik antonimlik. Bu da antonimlərə aid əsas hissələr. Eyni hissəyə aid olmalıdır. Eyni köklü sözlər antonim sayılmır. İnkarda olan fiillər antonim sayılmır. Antonimlərdə sinonimlər kimi eyni hissəyə aid olur. Bunlarda da leksik və qrammatik antonimlik oldu. Leksik dedik əsas hissələrdə, qrammatik şəkilçilər və köməkçi hissələr arasında, məna tayları arasında olduqda olur. Sonra antonimlərdə əsasən məna bir-birinə əks olan sözlər arasında yaranır. Bunu da qeyd etdik. Bu da antonimlərə aid olan əsas məqamlardır. Elə o qədər çətin mövzular deyil. Məncə hər biriniz bu haqda məlumatlısınız. Antonimlər haqqında da bu qədər. İndi keçdik. Antonimlərdə bütün hissələrdə müşahidə olunur. Antonimlik. İndi keçək müəllimlər. Frazoloji birləşmələr qaldı. Frazoloji birləşmələr nədir? Keçək həmin mövzumuza. Frazoloji birləşmələr deməli sabit söz birləşmələrdir. Deməli söz birləşmələri iki yerə bölünür. Bir var sərbəst söz birləşmələri, bir var sabit söz birləşmələri. Frazoloji birləşmələr sabit söz birləşmələridir. Frazoloji birləşmələr deməli sabit söz birləşmələri frazoloji birləşmələr hesab olunur. Frazoloji birləşmələr nitqdə hazır şəkildədir. Frazoloji birləşmələrdə bütün sözlər öz mənalarını itirərək məcaziləşir və hamısı bir yerdə bir mənanı ifadə edir. Bir leksik mənanı ifadə edir. Ona görə frazoloji birləşmə bütövlükdə bir cümlə üzvü hesab olunur və sadə cümlə üzvü hesab olunur. Frazoloji birləşmələr arasında heç bir sintaktik əlaqə yoxdur. Frazoloji birləşmə bütövlükdə bir sadə cümlə üzvü hesab olunur. Frazoloji birləşmələr yenə deyirəm, yadınızda saxlayın. Frazoloji birləşmələr dedikdə tərkibcə dəyişməz hazır şəkildə olan
məcazi mənalı birləşmələr nəzərdə tutulur. Yəni, frazeoloji birləşmənin tərkibində olan sözlər öz həqiqi mənalarını itirib, hamısı məcazi mənada olan sözlərdir və hamısı da bir yerdə bir mənanı. Elə bir neçə söz varsa birləşmənin tərkibində, hamısı birlikdə bir mənanı ifadə edir. Məsəl üçün, tutalım ki, sıçan deşiyinə girmək. Bu bir frazeoloji birləşmədir. Bu sıçan deşiyinə girmək üçü bir yerdə qorxmaq mənasını verir. Və yaxud da əldən düşmək. Əldən düşmək. Əldən düşmək. İki söz bir yerdə yorulmaq mənasını verir. Və yaxud da tutalım ki, gözü su içməmək. Gözü su içməmək. Üç dənə sözdür. Hər biri öz mənasını, üçü də birlikdə bir mənanı ifadə edir. Və frazeoloji birləşmələr, yenə deyirəm, hazır şəkildədir. Formaca dəyişə bilər. Hər hansı bir şəkilçilər əlavə oluna bilər. Amma olduğu kimi hazır şəkildədir. Və frazeoloji birləşmələr hamısı bir yerdə bir cümlə üzvü olur. Bir cümlə üzvü, özü də sadə cümlə üzvü olur. Frazeoloji birləşmələrdə məsəl üçün, gözü su içməmək, şübhələnmək mənasını verir. Üçü də bir yerdə şübhələnmək mənasını verir frazeoloji birləşmələrdə. Deməli, frazeoloji birləşmələrin xüsusiyyətlərini bir də təkrarlayaq, bir də bilin. İndi səslə qeyd edirəm, səslə bilin. Baxın, frazeoloji birləşmələrdə tərkibdəki iki və daha artıq söz olsa, həmin sözlər, yəni tərkibindəki həmin sözlər öz həqiqi mənalarını itirir, birlikdə yalnız bir məcazi mənanı ifadə edir. Yəni, bax, gözü su içmək, bu üç söz öz həqiqi mənalarını itirir, birlikdə üçü də bir məcazi mənanı ifadə edir. Yalnız məcazi mənada olur. Bunlarda yəni bir həqiqi məna söhbəti yoxdur. Frazeoloji birləşmələrin hamısı məcazi mənada olan söz birləşmələridir. Sonra frazeoloji birləşmələr sintaktik baxımda bax, üçü də bir yerdə. Bir cümlə üzvü olur. Məsəl üçün, mübtəda, tamamlıq, hansı cümlə üzvü olsa, üçü də bir yerdə bir cümlə üzvü olur. Yəni, burada belə deyək də, hərəsi ayrı-ayrı, yəni cümlə üzvü olmaq yoxdur. Hamısı bir cümlə üzvü olur. Əsasən də fe'li xəbər olur bunlarda. Fe'li xəbərlə daha çox ifadə olunur frazeoloji birləşmələr. Frazeoloji birləşmələr arasında heç bir sintaktik əlaqə olmur. Bax, bunu da yadınızda saxlayın. Frazeoloji birləşmələr tərkibcə dəyişməz olur. Tərkibcə, yəni necə var elə, nisdə hazır şəkildədir. Amma formaca dəyişə bilir. Formaca dəyişmək nədir? Yəni, frazeoloji birləşməyə hər hansı bir şəkilçi əlavə oluna bilər. Amma özü mövcud nisdə hazır şəkildədir. Frazeoloji birləşmələrində özlərinin də həm homonimliyi, həm sinonimliyi, həm də antonimliyi ola bilər. Frazeoloji birləşmələrində homonimliyi, sinonimliyi, antonimliyi də frazeoloji birləşmə olmalıdır. Biz onun frazeoloji birləşmənin homonimliyini götürüb və yaxud da sinonimini götürüb biz həqiqi mənada olan sözü yaza bilmərik. Məsəl üçün, gözü su içməmək, şübhələnmək mənasını verir. İndi gözü su içməmək, şübhələnmək sözü ilə sinonim hesab edə bilmərik. Eyni ilə həmin onun sinonimi də frazeoloji birləşmə olmalıdır. Bir də bunlarda frazeoloji birləşmələrində homonimliyi olsun. Homonimliklərdə ən çox istifadə olunan, homonim kimi istifadə olunan sözlər hansılardır? Onları qeyd edib və bunları elə yadınızda saxlasaq, elə testlərdə də ən çox bunlardan düşür. Məsəl üçün, gəlin frazeoloji birləşmə kimi ən çox homonim kimi işlənən sözlər hansılardır? Birləşmələr hansılardır? Bax, can vermək. Can vermək. Homonim kimi frazeoloji birləşmə olur. Bir var günəş bitkilərə can verir, bir var yaralı quş can verir.
Homonim kimi frazoloji birləşmədir. Bu homonim kimi frazoloji birləşmə olan o həmin birləşmələri əzbərdən bilsəz daha yaxşıdır. Yenə deyirəm, ən çox elə bunlar istifadə olunur. İndi testi işləyəndə də bunlar qabağınıza gələcək. Üz vermək, başa vurmaq, ürəyi yanmaq, işə düşmək, cana gəlmək, ürəyi getmək. Bax, ən çox frazoloji birləşmələrin homonimliyi kimi ən çox işlənən birləşmələr can vermək, üz vermək, başa vurma, ürəyi yanmaq, işə düşmək, cana gəlmək, ürəyi getmək. Bunları belə də əzbərdən bilsəz daha yaxşı olar. Belə deyim də, qabağınıza gələndə tez müəyyənləşdirəsiniz. Və frazoloji birləşmələrin sinonimliyi də var. Yenə deyirəm, bunların istər homonimliyi, istər sinonimliyi, istər antonimliyi olsun, hər üçündə də məna taylarının hər biri frazoloji birləşmə olmalıdır. Məsəl üçün, ağzına su almaq, bu susmaqdır. İndi mən ağzına su almaq, tutalım belə bir test verib ki, ağzına su almaq frazoloji birləşməni sinonimi. Aşağıda variantlarda birində susmaq verib. Götürüb mən o susmaq cavabını almalı deyirəm. Çünki o susmaq cavabı deyil, onun frazoloji birləşmənin sinonimi. Çünki o həqiqi mənadadır. Amma ağzını qıfıllamaq eyni məna taylı nə olmalıdır? Frazoloji birləşmə olmalıdır. Dil ötmək. Bu çox danışana deyirlər, dil ötmək. İndi mən çox danışana dil ötmək kimi eynən frazoloji sinonim götürə bilmərəm. Frazoloji birləşmənin sinonimi tayı kimi götürə bilmərəm. Çünki dil ötməyin sinonimi dilotu yeməkdir. Bax, yenə siz o məna tayları hökmən onlar da frazoloji birləşmə olmalıdır. Götürüb həqiqi mənada olan sözü götürə bilməzsiniz ki, orada bu onun sinonimidir, antonimidir. Xoşu gəlmək, məsəl üçün, xoşu gəlmək, məsəl üçün, acığı gəlmək. Yəni, antonimi kimi də frazoloji birləşmə olmalıdır. Sinonimi kimi də məna tayısı frazoloji birləşmə olmalıdır, homonim kimidir. Amma bir şey deyim, bəzən elə olur ki, tutalım ki, elə sözlər var ki, məsəl üçün, yola düşmək mənasında işlənən sözü götürək. Yola düşmək sözünün birləşməsində əgər birləşmələrdən biri həqiqi mənada olsa, biz o həmin frazoloji birləşməni homonim kimi, yola düşmək homonimdə ola bilər. Amma homonim kimi götürə bilmərik. Məsəl üçün, qələm deyək və yaxud da top deyək, top yola düşdü. Top yola düşmək bu həqiqi mənadadır. Bu həqiqi mənadadırsa, biz onu götürə bilmərik. Qatar yola düşmək, bu məcazi mənadır. Bax, bu ikisini bir yerdə, məsəl üçün, top yola düşdü, bir də var qatar yola düşdü və yaxud da insan yola düşdü. Bu ikisini bir yerdə biz homonim frazoloji birləşmə hesab edə bilmərik. Çünki birinin məna tayı, yəni top yola düşmək, həqiqətən insanın əlində, yolda dayanan insanın əlindən top yola düşə bilər. Deməli, bu həqiqi mənadadır. Bunu belə götürmək olmaz. Frazoloji birləşmə homonim kimi. Yenə deyirəm, hər iki məna tayı hər ikisində də məcazi mənada olmalıdır və hər ikisi də frazoloji birləşmə olmalıdır. İstər sinonimliyində, istər antonimliyində, istər amonimliyində. Bax, bunlara fikir verirsiniz. Bir də nələri biz frazoloji birləşmə götürə bilmərik. Mürəkkəb fiillərdə olur. Et, ol, elə, bil sözlərinin vasitəsilə yaranan mürəkkəb fiillər var. İndi mürəkkəb fiilləri keçməmişik hələlik. Et, onları yazın. Onlar frazoloji birləşmə hesab olunmur. Testlərdə qabağınıza gələcək. Bura qeyd edin. Məsəl üçün, bu hansı sözlərdir? Et, ol, bil. Məsəl üçün, kömək et.
Bunlar mürəkkəb fiildir. Frazoloji birləşmə sayılmır. Məsəl üçün, yaxşı olmaq, kömək etmək, oxuya bilmək. Bax, bunlar mürəkkəb fiillərdir. Bunlar frazoloji birləşmə hesab edilmir. Bir də frazoloji birləşmələrdə yenə deyirəm, bunlar frazoloji birləşmə hesab edilmir. Bir də frazoloji birləşmələrdə mənalardan biri həqiqi, biri məcazi mənada olan birləşmələrdə, homonimlərdə olsun, onlar da homonim frazoloji birləşmə hesab edilmir. Mən birini dedimi, top yola düşdü, qatar yola düşdü və yaxud da insan yola düşdü. Bu cür birləşmələrdən, məsəl üçün, gözü açılmaq. İnsanın həqiqətən gözü açıla bilər də, bağlı göz açıla bilər. Burnunun ucu göynəmək. Məsəl üçün, soyuqdan burnunun ucu göynəyə bilər. Bax, həqiqi mənada, əgər hər iki tərəf məcazi mənada işlənibsə, bunu götürə bilərsiniz. Cümlələrdə baxırsınız. Əgər biri həqiqi, biri məcazidədirsə, bu zaman onu götürmək, düzgün götürmək olmaz. Yəni, onu homonim frazoloji birləşmə kimi hesab etmək olmaz. Başa vurmaq. Həqiqətən də insanın başına vurmaq olur. Məsəl üçün, başına nəyisə vura bilərik. Əgər o həqiqi mənadadırsa, frazoloji birləşmənin homonimi hesab edilməyəcək. Bax, bu da belə. Bu da homonimlikdə. Frazoloji birləşmənin ən çox homonim olan sözləri qeyd etdik. Frazoloji birləşmələrin sinonimi qeyd etdik. Məsəl üçün, ağzına su alma, ağzını qıfıllamaq, dil ötmək, dilotu yemək, antonimliyi qeyd etdik. Hamısında da məna tayları necə olmalıdır? Hamısında da məna tayları frazoloji birləşmələr olmalıdır. Həqiqidə olmaz, həqiqi olmaz. Deməli, bu da belə. Dərsimizin sonuna çatdıq. Bu qədər.